Dostlar, davam edirik. Bugün biz kitabının növbəti vərəqlərinə baxırıq. 61-ci vərəqlə başlayaraq baxırıq. Burada əsas məqamları deyəcəm. Bəzi məqamlar elə belə yazılış. Elə belə deyəndə, yəni istəsəz oxuyasınız. Yəni elə də önəmli deyil. Əsas önəmlilər artıq deyilib. Burada göstərir əmsallar. Deməli 360-ı 2 əmsal olur. Bəzən çoxları bunu 1 götürür. Ona görə o səhvdir. Deməli 180 olur 1 əmsalı. Deməli 90 dərəcələrdir bunlar, yəni 90 dərəcə olur 0,5 və yaxud da 0,50 də yazılır. 45 dərəcə isə 0,250. Yadınıza gəlir, videoların birində mən demişdim ki 0,250 nə idi? Bu əmsallardır, hesablama əmsalları. Burada deməli qeyd olunub ki, əgər 29 olası qiymət, deməli növbəti dəfə onun addımı 31, onun dəstək və müqavimət yeri ola bilər, yəni. Aşağıda isə bu hissədə onun hesablama metodu var. Biz onu Excel formatında, hazır formatın artıq hesablaması bizdə olacaq. Gələcəkdə onu da görəcək. Burada isə deyilir ki, qiymət tutalım ki 14752-dirsə, dəqiqə 14752-dirsə, onun dəstək və müqavimət yeri hara olacaq? Bir dəqiqə bunu mən bir bağlayacağım. Beləncə gəlin, biraz böyük idi. Aşağıda bunun hesablama sistemi var. Göstərir ki, aşağıda hesablama sistemi göstərir ki, deməli ümumiyyətcə 62-də onun olacaq dəstək və müqavimət yeri. 61 və 62. Deməli bunu çox vaxtda necə edirlər? Mən növbəti videolarımda mən sizə əmsalların hesablamasının üçün cədvəl göstərəcəm. Bu kitabda var idi. Sadəcə əllə yazılmış formasını izah edəcəm. Deməli burada həmən metodda rəqəmin kvadratı kök altda salırlar. Burada da vardı. Biz əvvəlki videoda vardı. Və 14752 kök altda salınır və bu çıxır, kökdən çıxan rəqəm nə eləyirsə onu hesablayırlar, yəni. Burada da artıq gördüyünüz kimi, yəni qeyd olunduğunuz kimi, gördüyünüz kimi elə də yəni vacib məqamdır. 68. Növbəti bir dəqiqə. Həm tərcümənlə də. Deməli, əgər qiymət 15-dədirsə, görsünmü, növbəti onu 90 dərəcə getdikdə, əstəğfurullah, biraz yaxşı. 15-dədirsə, 90 dərəcə getdikdə, 19-da dəstək və müqavimətlə rastlaşacaq. Yəni, qiymət 19-da bu dəstək və müqavimətlə rastlaşacaq. 90 dərəcə qiymət getişində. Onu da mən sizə əvvəlki videolarımda izah eləmişdim. Aşağıda isə deyək ki, tutalım ki, qiymət 5152-dir. O kök altda ondan 71 çıxır. Fikir verin, bu hesablamadır. Qiymət budur, onun kök altda salanda çıxır 71. 71-in də üstünə gəlsən 0, fikir verin, 0,25, yəni 0,250 belə deyək. Alınır 71,25, onu da kök altda salsın 5077 eləyir. Yəni təzədən onu vurursan 71,25-i vurursan 71,25-ə kvadrata vurursan və o da alınır bu qiymət. Deməli 5041-in 45 dərəcə qiyməti, 45 dərəcə addım qiyməti olur 5077. Yəni 5077-də onun 45 dərəcə addımı olur. Çünki niyə 45 dərəcə? Biz artıq bildik ki 0,250, o da 0 atağı 25, yəni götürsə belə. O eləyir 45 dərəcənin. Deməli burada 45 dərəcəyə görə həmən rəqəmi, yəni hesablayıb. Ki verin nöqtə. Gəlin yaxınlaşdıraq, kimsə bax. Görün, prosta sadəcə burada 0 yazmıyor. Nöqtə var, 0 yazmıyor. Görürsünüz, üstə gəl olanda artıq rəqəm eləncik alınır. Sonra gedir növbəti hissəyə. Növbəti hissədə burada artıq bizdə deməli
hamısını göstərib ki, hər 45 dərəcədən bir hansı qiymətlər olacaq. Bax, bu hesablama hər dəfə üstünə, biz bunu hər dəfə toplamayacaq. Bizdə Excel formatda, yəni müasir dövrdə yaşayırıq, yəni keçmişdə əllə hesablayırdılar. Yəni biz bunun Excel formatında rahat olsun, çünki çox insanlar bunu əllə hesablaya bilmir. Amma bunu əsasən hesablaya bilənlər üçün də göstərir. Yəni Excel formatı da eləncək hesablayın. Deməli, burada dəstək və müqavimət yerləri olacaq 5148-də və 84-də. Sonra nə gəlir? Bu heç hesablama gedir, plan gedir 45 dərəcə. Artıq biz neçənci səhifədəyik? Ümumiyyətlə 45 dərəcə. Burada baba elektron forması bizə hesablama olacaq. Avtomatik qiymət yazılır 4624. Görürsünüzmü? Avtomatik olaraq burada rəqəmləri özü hesablayıb. Yəni bir də biz eləncə burada kvadrat və s. hesablamarıq. Göstərib ki 5152. Sonra oradan hesablayıb gedişat 4624 eləyib, 720 dərəcəni çıxıb oradan, 720-yə görə hesablayıb və alınıb 4624, 720 dərəcə fırlayanda o şimdi 4624, 4624-dən də başa düşdü, onun baba bu hesaplamasını verib hamısı. Burada hamısı elektron formatları bizdə olacaq, ona görə buna narahat olmaq lazımdır. Onsuz çoxumuz da elə də tam anlaya bilməyəcəksiniz. Burada özü göstərir ki 5152 görürsünüz, 5152, 5148 artıq burada 90 dərəcəyə düşür. Görürsünüzmü? 5184 düşür 45 dərəcəsinə fikir verirsinizmi? O burada 5152 ortadadır. Amma sadə sizdə burada həmən qrafikdə həmən qiymətin hansı hissəyə düşdüyünü, yəni hansı aralıqda olduğunu göstərir. Yəni. Cürbəcür hesablama var. Bu hissədə deyir ki, cürbəcür hesablama növləri var. İndi bu hesablama növlərini adların bir-bir deyir bizə. Deməli, gəlin oxuyaq. Toyuz, nədir? Oxuyaq deyəndə, naxış. Deməli, burada nə deyir? Başqa şəkil və ədədlərə qan təkərləri varmı? Dairə, 5 bucaq metodu, 6 bucaq, dörtlü kvadrat. Hamısını indi baxacaq. Təkərlərin fərqli növləri hansılardır? İndi bunda hansı metodlardır? Baba, altda. Bunlar hansı metodlardır? İndi bunları bir-bir oxuyacaq. Deməli, dörtlü kvadrat. Bu hissə dörtlü kvadratdır. Bir-bir oxuyuq gələn. Sonra gəl 9-un kvadratı. Sonra daimi kvadrat. Bu daimi kvadrat gedir. Sonra gəlir dairənin 12, yəni dairənin 12-nin dairəsi. Sonra gəlir 24-ün dairəsi. Sonra gəlir 36-nın dairəsi. Sonra gəlir 4 quş, sonra gəlir 5 quş, sonra gəlir 6 bucaqlı, yəni bucaqlı deyək də, quş deyəndə bucaqlı, yəni. Sonra gəlir 7 bucaqlı, sonra gəlir 8 bucaqlı. Fikir ver, burada artıq bucaqlardır. Bucaqlar rol oynayır. Fikir verirsinizmi? Bu hissəyə. Diqqət yetirək. Buna bir baxacaq. Düşürük əsas məqamına. Diqqət, mən sizə dedim ki, bir neçə dənə hesablama metodu var. İnsanlar var ki, orada qrafiki, deməli, belənçə bir metodu qoyur. Yəni, 4-ün kvadratına qoyur. 4-ün kvadratında əvvəldə biz gördüyümüz kimi bir ortada idi. Burada bir ortada dövki verilsin. Burada sadəcə orada dəstək və müqavimət yerləri çox idi. Burada isə eləncikdir.
Burada bir də hamısını qeyd edir. Əsas bu zonalardır. Əsas bu zonalardır. 4-ün kvadratında. Dövrdəki 1-dən başlayır, gəlir 4-də qutarır, sonra 2 verirsinizmi? Başlayır 5-dən gəlir. Yəni dövr bu hissədən başlayır. Yəni sadə üsulla desək, dövrlər belə gedir, buradan başlayır. Yəni başladı, buradan gəldi belə, indi burada belədir, bir var tərsinə də gedə bilər. Yəni burada beləncidir. Sonra baxın 5-də başlayır, gəlir, dövr qutarır 16-da, 17-də başlayır, dövr gəlir, qutarır belə, sonra başlayır, gəlir, qutarır. Yəni təqribi çəkdiyində, yəni dövr buralardan başlayır. Onu qulağımızda sırğa eləyim. Deməli, burada nə deyir? Qan dötrü kvadratı həmçinin qan təkəridir. Qan təkəri sayılır bu, dötrü kvadrat və yaxud kvadratın 4-ü. Burada ədədlərin yazıldığı spiral naxışı görə bilərik. Uclu piramida əvəzinə, yəni uclu, yəni bir ortada olmaq əvəzinə sonra onun dövrləri başlayır qırağına. Burada isə elədir. Burada deməli buradan başlayıb belə gedir. Görürsünüzmü? Deməli, niyə? Çünki fikir verin. 1, 2, 3, 4, sonra 5. Yəni buradan davam eləmir də. Göz burada hocam. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Görürsünüzmü? 16 qutarır burada. Sonra 17, 18, 19, 20 və s. belə dövr eləyir. Biraz yaxın, kimsə yaxşı görmürsə, bunu biraz yaxınlaşdırım. Diqqətlə fikir verin. Və görəcəksiniz ki, burada gedişat, yəni beləncə metoddur. Bax. Yəni bunu bilin. Bunu çoxsu bilmir. Bunu çoxsu bilmir. Mən sizə dediyim şeyləri 1% trade edilə bilir. Yadda salın. 1%. Siz deməli bucaqları tapmaq istəsəz, bəzən işlədiyiniz yerlərdə yoxlayırsınız ki, hansına uyğun gəlir. Burada bəzi sillər var. Və əsas da ki, sizə dediyim kimi, əsas da ki, bu zonalardır. Yəni dəstək və müqavimət yerləri bunlardır. Deməli, müqavimət və dəstək səviyyələri yoxdur, deməli. Yataq və şaquli müqavimət və dəstək şeyləri yoxdur. Yəni, beləncik dəstək və müqavimət yerləri yoxdur. O barədə demək istəyir. Yəni, səviyyə burada daha dərin rəng tonu ilə işarə olunub. Burada, yəni, dəstək və müqavimət yerləri işarə olunub, yəni, tünd rənginə. Bu hissələrdir, yəni, bilin. Sonra 9-un kvadratı artıq biz bilirik onun üstündə qalmağa ehtiyac yoxdur. Fikir verin. Biz işlədiyimiz metodu, 9-un kvadratı görürsünüzmü? Necə başlayır, spiral şəkilli gedir. Görürsünüzmü? Hər dəfə spiral şəkilli davam eləyir, yəni. Görürsünüzmü? Bura 81-ə kimi götürürlər. Çünki 9-u elə maksimum 2 rəqəmliyə görə 81-ə kimi gedir. Bəziləri nətər hesablayır? İndi isə bir söz deyim dostlar. Belə bucaqla hesablanma tutalım ki, götürür kvadratı, hansısa bir rəqəm tutalım. O birisi 71 idi. Burada kök adda saldı, onun kvadratını çıxartdı. Bəziləri də belə bir metodda işlədi. Diqqətlə qulaq asın mənə. Bir dəqiqə sizə deyim, kakraz yeri olmuşkan. Onu da prob eləyə bilərsiniz. Bax, insan götürüb, bunun kvadratını çıxardı. 5000 152-nin kvadratını çıxardıb da, indi kök adda salıb bunu, kvadratı 71.77 eləyir. Götürək ortalama 71. Tutalım ki, 71 götürək. Və gəlir beləncə kvadrata, və təsəvvürən, burada elə 1-dən başlayıb, 1-dən 81-ə kimi qoyub bu. Yəni 1-dən 81-ə kimi qoyub. Bu rəqəm yazmır da. Bizim o Godzilla'dakı kimi rəqəm yazmır. 71 idi, düzdürmü? Baxır, axtarır 71. Görür 71, harısı 72-yə yaxın budur. Deməli, orada dəstək və müqavimət yeri hara ola bilər? Dəstək və müqavimət yeri güclüdə ola bilər 73-də və 69-da. Niyə? 69-u kvadratın hesablayır. Məsəlcə, götürür, vurur 69-un 69-a və 73-ü 73-ə vurur. Bir dəqiqə. Yəni, belə bir metoddan da hesablayırlar. Yəni, yoxlaya bilərsiniz, amma mən o metodla hesablamıram.
Mesela 69'u vurur 69'a eli 4700, mesela 4761. Məsəl üçün 4761 qiyməti gəldi. Burada 1 olacaq döngə nöqtəsi. Sonra isə, yəni kökdən çıxan götürür, deməli 73'ü, bu da 1 tirələr elə. Vurur 73'ə. Alını 5329. Deməli, bir partiyada da dəstək və müqavimət yeri 5329-da gəlib çıxa bilər. Təqribən o zonalarda. Bu bir insan əvvəlcədən ki, görün nə qədər hissələrdə bir dənə yeri götürdükdə oradan götürüb beləncikdə hesablayırlar, yəni. Belə bir metodla da eləyirlər. Bu da 8 metoddan biridir, yəni. Sabah dediyim kimi. İndi qayıdırıq biz hansı bu 9'un. Artıq bilirsiniz ki, burada 90 dərəcələr nə sayılır, 45 dərəcələr nə sayılır. Bunu artıq biz bilirik. Burada isə növbəti biz metodda bu nə sayılır? Adı yadımdan çıxmışdı. Bir dənə tərcümə. Rəqəmlər təpələrə bənzər tərəfdən, spira açı, daimi kvadrat, qant çax variantı mərkəzdən xaricə doğru mən bunu istifadə eləmirəm dostlarım üçün. Burada əsas dəstək və müqavimət yerləri tünd olan rəqəmlərdir. Burada qrafik başlayır, beləncik və beləncik gedir. Bu da insanlar üçün elə bir necə deyim, rahat baxmaq metodudur elə bir ki. Həmən şeydir, prosta həmən şey götürülüb, prosta beləncik düzülüb. Bu metoddur, bax fikir verin. 4 görürsünüz tündür. 4, 5 tündür, düzdürmü? Gəl, bax diqqətlə 4, 5 tünd. 4, 5 tünd gedir burada, görürsünüzmü? Sonra gəlir 6, 7, 8 boş gedir. Gəlin bir elə belə baxaq da, bax 25 tündür. Görə burada 25 tündür, bax 25. Sonra gəlir görürsünüz 26, 27 boşdur. 26, 27 boşdur burada. Sonra gəlir 28 tünd. Sonra gəlir 29 tünd. Görürsünüz, burada 2 dənə gəlir. Burada tündür, amma burada əsas sayı. Bu metodla mən ümumiyyətlə işləmirəm. İşləyənlər də görməmişəm bu metodla. Ona görə bunun üstündən belə keçirəm. Elə də tam bu metodu mən bilmirəm. Belə deyəm. Yəni marağında da maşa. Burada isə növbəti addımda biz dairə formatıdır. Burada qiymət başlayır və gördüyünüz ki, dairə formatı gedir və qalxır. Bir dəqiqə. Bu 12'nin dairəsidir. Yəni burada 12'nin dairəsidir. Dəstək və müqavimət yerləri bu hissələrdir. Dəstək və müqavimət yeri bu hissələrə düşür. Sadəcə kvadratın, elə bir ki, kvadratın dairə formasıdır. Yəni dairə figurudur. Yəni heç bir önəmi yoxdur burada. Yəni belə başlayır və bunun dövrü gəlir 12, sonra çıxır bura. Gəldi. 24 çıxdı bura. O dövr hissəsi beləncik gedir. Artıq bildinizsə, həmən bu metodun, metod fasonu 12 formatının prosta dairə formasıdır. Kimsə istəsən beləncik istifadə edir. 12 və yaxud da 24-dür. 24-dən istifadə edir. Artıq burada elə bir ki, sadəcə burada say rəqəmlər. Deməli, belə götür. 12-də 1, 2, 3, 4, 5, 6, burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Görürsünüz, 12 sadəcə sayı artıb. 24 deyənə sayı artıb. Bir yerə, yəni çox yerləşsin deyənə. Gəlin yoxlayaq. Burada deməli, bir dəqiqə. Burada deməli, 2, 4, hanı burada? Görürsünüzmü? 2, 4, sonra düşür 6, sonra düşür 8, düşürmü? 8. Görürsünüzmü? 8, sonra düşür 10, sonra düşür 12, sonra düşür 14, düşür 14. Baba 14 düşür yuxarıdadır. Düşür 16, çıxır yuxarı ona. Yəni həmən formatı sadəcə burada elə bir ki, kusokların sayı artıb. Elə bir ki, bura kusoklar əlavə eləmişsən də, kusokların sayı artıb. Məsəl üçün, əgər çox rəqəm mənə lazım olsaydı, mən məsəl üçün bu metodu seçəcəkdim ki, yəni biraz yaxınlaşdırım, uzaqlaşdırım. Çünki bu seçsəm, burada rəqəm sayı azdır. Bu
kusoklar azdır deyənə, ona görə bu çox iri alınacaqdır. Burada isə eləncikdir, yığcamdır. Eləncik də həmən bu metodun baba 36 formatıdır. Baba gördüyünüz kimi həmən bu metodun 36 formatıdır. Yəni bunu elə də yəni böyük bir önəmi yoxdur. Keçirik biz indi bu hissəyə. Tetragon. Burada əsas yeri başlayır. Burada bizdə gördüyümüz kimi bu hissələrdə başlayır. Dəstək və müqavimət. Bəziləri bundan istifadə eləyir. Babat da nəticələr verir. Pis nəticələr vermir. Demək, eyni zamanda o rəqəm çətinlik artsa da təbiətin təkrarlanması nümunəsi üstünlük çətinlik. Deməli, bu 4 bucaqlı sayılır əslində. Bunun 3D formatı var. 3D formatını istifadə eləmirik. 3D formatında həmən bu qıraqlara düşən rəqəmlərdir. Künclərə. Pentagon. Baba bunun bu pentagon 3D formatıdır. Bizdə bu hissə pentagonun quruluşu. Deməli bu da ümumiyyətlə 5 bucaqlı gedir. 5 bucaq. Yəni məsələn 1 2 3 4 5. Burada da rəqəmin başlanıb getmə metoduna fikir verin. Buradan başlayır, gəlir 6 7 və belə dövr eləyir. Siz bunu, məsələn, kriptovalutalar bəzilərinə diqqət yetirdikdə görürük ki, bunlar gediş metodları pentagona oxşuyur və yaxud da bu metod oxşuyur. Bəzilərinə fikir verdikdə. O düşür, sən orada dəstək və müqaviməti qiymətlərin döngə yerlərini qeyd edirsən, o gələcəkdə görəcək yavaş. Döngə yerlərini qeyd edirsən və yoxlayırsan, görürsən hansısa fiqura uyğun gedir. Bu səhv eləmirəmsə 8 bucaqlı getməlidir. Bir dəqiqə buna baxaq. Yox, 6 gedir, 6 əstəğfurullah. Bu əstə çaşdın 2, 3, 4, 5, 6 bucaqlı. Burada da yenə də təkrarlamaya ehtiyac yoxdur. Burada bucaqların sayı 6 dənədir. 3D formatı da var. Bunun 3D formatına biz baxmayacağıq. Çünki qıraqlara düşən hissəsi götürülüb. 3D formatında da eləncidir. 8 bucaqlı, deməli 8 bucaqlı, bir dəqiqə dostum. Görüm 8 bucaqlı da nədir? Mən bu 8 bucaqlını istifadə eləməmişəm. Səbəb edin ki, 8 üzülü piramida dairəvi şəklə malik qan təkəri kimi çox bucaqlı dəstək və müqavimət birinci səviyyələrinin arasında heç bir rəqəm yoxdur. Birdə o biri deyir. Rəqəm birdə deyir. O hamı bilir də ortaya düşəni heç. Sonra dəstək və müqavimət ikinci səviyyələr arasında bir rəqəm var. Dəstək və müqavimət üçüncü səviyyələr arasında 2 rəqəm var. Bu deyir ki, dövr. Birinci dövr artıq beləncə ikinci dövrdür. 2 rəqəm var. Dəstək və müqavimət üçüncü səviyyələr arasında 3 rəqəm var. Artıq baba 3 rəqəmlilərdir. Qeyd edək, baba 3 rəqəmlilər daşıyıb. Yəni, bu elə də önəmlidir, bu bizə elə də vacib bir neysə deməlidir belə götürəndə. Aha, getdik, sonra nə çıxdı bu? O heç, bu elə biz gördüyümüzdür. Metoddur. Gedirik növbəti. Görək sonra burada nə deyir? Bir dəqiqə. Qan yüzülü qurulur, qan təkəri qurulur. Dairə formalarına düşür. Burada bizdə danışır deməli. Metodlarla ölçü götürür. Görək nə ölçülər götürürlər bunlar. Kalkulator 69'da. Burada deyəsən şu saat söhbəti gedir. Bir dənə baba bunu indi oxuyub tərcümə edəcəm sizin üçün. Bizim ilkin qan
9 kvadrat kalkulyator gündəlik zaman çərçivəsini. Çünki burada şəkildə diqqət etsək elə də mənalı yoxdur ki, şəklə baxım deyim ona dostlar. Ona görə şəklə baxan kimi biləcəm nədir. Burada şəkil eyni o biri şəkilləri qoyub, amma mövzu başqa mövzudur. Fikir verin. Hədəfləyi ki, buna görə də 45 dərəcə idi. Zaman çərçivəsi nə qədər böyük olarsa stop loss bir o qədər yüksək, qazanc isə bir o qədər yüksək olur. Oxşar şəkildə aşağı zaman çərçivəsində qazanc azaldır. Lakin biz riskimizi minimum endirmək üçün gündəlik ticarət üçün 1 saat 30 dəqiqəlik müxtəlif kiçik zaman. Bu o demək istəyir ki, biz beləcə istifadə edədikdə minimum 30 emləri, yəni 30 dəqiqəlik şamları, maksimum isə 1 saatlıq, yəni şamları və yaxud da 1 saatlıq şamları istifadə eləməliyik. Bu isə bizim önəm yoxdur. Rəqəm həmən şeydir, rəqəmdir. Biz onu gələcəkdə sirlərini öyrənəcək. Bunun dediyi bizi ömür boyu yolumuzdan döndərə bilməz. İndi isə baxaq görə, burada bir maraqlı zamana görə vaxt yazıq. Teorisində bir gündəlik hərəkət 45 dərəcəlik hərəkət sayılır. Beləliklə, oxşar şəkildə biz 45 dərəcəni 22 yarım dərəcə və 11 yarım dərəcədə bölə bilərik. Bizim hesablamamızda bu olacaq. Bu cədvəlimizdə bu əmsallar olacaq. Gündəlik hesablamalarda bizdə olacaq. O barədə də biz baxacaq. Günlük zaman çərçivəsi qan nəzəriyyəsində və bir çox digər nəzəriyyətdə vacib gün daxili. Başa düşdü. Bu bizdə elə də böyük əhəmiyyətli nəsə məlumat vermədi. Sonra növbətiyə baxırıq. Növbəti də bizdə görək. 12 saatlıq məsələ. Görək burada nə yazır indi. Görürsünüz, cədvəli eyni qoyub. Prosta yazılarda bizdə yaz. Bu halda yuxarıdakı müzakirə etdiyimiz kimi bütün yenidən yaradacağıq. Lakin əsas olaraq 22 dərəcə ilə bu aşağı zaman kəsiklərində, xüsusilə də 12 saatlıq zaman kəsiklərində təsvim. Və bu bizə elə də ehtiyac yoxdur yenidən yaratmaq. Gedirik növbəti görək burada nə deyir. Burada da görək nə deyir bizə. Bu artıq hansıdır? Çünki oxuya baxıram, tərcümə eləyirəm. İndi baxaq. 9-dur. 360 dərəcə fırlatmalıyıq. Qız hesablaması zamanı 45 dərəcə əsas götürüb müvafiq olaraq 45 dərəcə 700 dərəcə olub. 45 dərəcə 720 dərəcə olub. Bu odur ki, 2 dəfə fırlanıb. Bu o deməkdir ki, tutalım ki, burada 25-cə, deməli bir partiya dövr elədirsə, 2 partiya dövrəcə 720 artıq 360 dərəcə burada olur, 360 dərəcə də burada. Burada bizə elə də önəmi yoxdur. Məsəl üçün tutalım ki, o yerə düşsə, onu da gələcəkdə biz baxacağıq. Əsas bir dəqiqə. Əsas bizə önəmi bu hissədir, bizə izah eləyir. Deməli, bizə deyir ki, qiymət 5152-dir. 5152 bir listə hansı tərəfə düşür? Bu hissəyə düşür. Qiymət bu boşluğa düşür. 5152-dir. Və bunun kök addı salanda, yəni bunu kök addı salanda olur 71.77 və 360 dərəcə fırlansa, bundan 2 çıxırıq, 2 əmsalın çıxırıq. Bilik axı ki, bizdə 360 dərəcə əmsalı 2 idi. Alınır 69.77. Sonra isə həmən onu təqribən 70 götürüb, yuvarlaqlaşdırıb eləyib 70. Əslində yuvarlaqlaşdırma lazımdır, dəqiq cavab almaq üçün bura bunu vurursan. Dostlar, davam edirik videomuza. Bax, biraz vaxtımızı aldılar, davam eləmədi. Demək, biz harada qaldıq? 116-ya baxacaq. Burada elə də böyük bir şeylər yoxdur. Bu cədvəldə fikir verin. Deməli, bütün hamısını hesablayıblar. Düşən qiymətlər, yəni əmsallara görə kvadrat hesablayırlar və düşən qiymətləri göstərir. Amma bizdə belə olmayacaq. Bizdə bunun müasir formatı olacaq. Yəni, bu format elə də lazım deyil bizə.
İndi isə gedir 114-də biz ki, 5152 qiymət düşüb 5152. Bax burada görsədik ki, 5166, bax 5166 olub müqavimət yeri 5148 dəstək sonrası ola bilər. Mən sizə dediyim ki, 45 dərəcələ dəstək rolunu oynayır. 90 dərəcələ müqavimət rolunu oynayır. Təsəvvür edirsiniz? Bu həmən ki, deyir ki, bura müqavimət ola bilər, bura dəstək ola bilər. Yəni. Sonra aşağıda da elə həmən hissədə 2 və 5 böyük, məsələn 5148 həmənki vergüldür. Burada deyik 5148 olur müqavimət yeri, 5184 olur dəstək yeri. Aha, sonra başqa burada nədir? Aha, 900-dan 9 və s. bunlar bizə elə də lazım deyil. Bunlar da lazım deyil, bunlar da lazım deyil.